hər vaxtınız xeyir olsun. Bəyaz Dekorun əziz və dəyərli YouTube izləyiciləri. Necəsiniz? İnşallah ki, hər biriniz yaxşısınız. Bugün sizə çoxdandır söz verdiyim o həmin videonu çəkirəm. Bəli, hansı video siz artıq bildiniz. Söhbət bu kartoçkaların hazırlanma qaydasından gedir. Hansı ki, mən sizə bildirmişdim ki, bu cür kartoçkaları siz telefonda olan müəyyən bir proqramla özünüz evdə hazırlaya bilərsiniz. Bu işə yeni başlayanlar üçün və həmçinin də qabaqdan xeyir işi gələn insanlar üçün çox gözəl bir videodur. Videonun sonucunu izləyən hər kəs bu kartoçkaları artıq özü telefonda artıq hazırlaya biləcək. Sizdən kiçik bir xahişim olacaq. Hansı ki, mən sizdən videonu indicə durdurub videonun altında abunə ol düyməsinə toxunaraq kanalımıza abunə olmanızı sizdən xahiş eləyəcəm. Bu mənim üçün çox böyük bir əhəmiyyət daşıyır. Həqiqətən də çox motivasiya edir məni və sizin üçün yeni videolar çəkməyə həvəslənirəm və yeni formatda yeni şeylər sizlərə öyrətməyi bu həm məni sevindirir, həmçinin də əziyyətimin yerdə qalmamağını, insanların kanalıma artıq belə deyim də maraq olduğunu göstərir. Yəni videolarımın boşa getmədiyini göstərir. Bunu sizdən sadəcə olaraq xahiş olaraq istəyirəm, yəni xahiş edirəm. İnşallah ki, xahişimi yerə salmazsınız və videonu bəyənməyi və həmçinin də şərh bölməsində əgər ki, hər hansısa bir fikriniz, şərhiniz olarsa qeyd etməyi unutmayın. Suallarınızı cavablandırmağa çalışacağam. İndi isə keçək videoya. Deməli, əziz insanlar, bizlərə kartoçkaların hazırlanma, ümumiyyətcə kartoçkadır, dəvətnamədir. Bu cür, siz bununla sadəcə olaraq kartoçka hazırlamaya da bilərsiniz. Elan işləri, bunların hər birini edə bilərsiniz bu 3 proqramla. İstədiyiniz bir işi, sertifikat, adlarını sadəcə dəyişərək, hər bir işi edə bilərsiniz. Sadəcə olaraq bu 3 proqramla. Deməli, birinci proqram Pinterestdir. Bu proqram bizim üçün həqiqətən də ən önəmli proqramlardan biridir. Bu proqramda istədiyiniz hər şeyi asanlıqla tapa bilərsiniz. Mən ən çox xonçalar haqqında buradan belə deyək, maraqlandığım üçün mənim artıq kəşfətimdə, Pinterestdəki kəşfətimdə belə xonçalar gəlir. Amma inşallah ki, sizinlə indi digər, məsələn, belə xonçalar var ki, onları da hazırlamaq qaydasını mən sizə göstərəcəm. İkinci proqramımız isə font proqramıdır. Burada isə yazıları yazmağa bizə kömək eləyəcək. Burada istənilən yazı növləri mövcuddur. Sadəcə olaraq şəkli seçməklə yazını qeyd edə bilərsiniz. Üçüncü proqramımız isə Fonto Cut Paste. Daha doğrusu Cut Paste nəsə belə addır. Fonto Cut Paste, burada isə kəsməkdir. Şəkildən belə deyək də, burada şəkli Cut Paste Cut fontu var, Paste fontu var, My Pictures var. Belə burada 3 dənə bölmə var. Cut fontu, şəklin arxa hissəsini, şəkli önə çıxartmaq üçün, hər hansısa bir, məsələn üçün, nəsə seçirsinizsə, onu önə çıxartmaq üçün. Onların hər birini izahlayacağım. İndi isə keçək sadəcə olaraq bir kartoçkanın hazırlanmasına. Yenə də Pinterest'e giririk və burada şablonlarımızı belə deyək də, şablon şəkilləri seçə bilərik. Məsələn üçün, uşağımızın 1 yaş olacaq və biz onun üçün bir şablon şəkli istəyirik. Məsələn, 1 yaş paylama konfet yazırıq. Konfet. Burada şablon şəkillər zaten gələcək. Siz burada özünüz də baxın, şablon olaraq bunlar gələcək. Şablon olaraq bu şəkillər gəlir və siz buradan istədiyiniz şəkli seçə bilirsiniz. Baxın, belə dəvətnamələr, belə video şəklində dəvətnamələr hazırlaya bilirsiniz. Bunlardan deməli download edib, baxın, belə görürsünüz, bunlar hazırdırlar. Burada sadəcə yazmaq oğlana uyğun da belə var. Sadəcə bunu, baxın, burada 3 nöqtəyə toxunaraq download edib, yüklədikdən sonra bu sizin artıq qaleriyanızda mövcud olur və siz sadəcə olaraq bunun bu ön hissəsinə ad yazırsınız. Burada başqa bir şey yoxdur. Baxın, belə bir gözəl də şablonlar var. Bu şablonlardan istifadə edərək siz hazır olaraq artıq istədiyinizdə belə deyək də çatmış olacaqsınız. Heç əziyyətə girmiş olmayacaqsınız. Amma yox, mən özümdən nəsə qeyri-adi bir şeylər düzəltmək istəyirəm deyirsinizsə, o zaman
belə deyək də, ağlınızda olan bir şəkli. Məsələn üçün, indi mən sizə xına kartuşkası hazırlayacağam. Onda artıq xına kartuşkasını başdan olaraq hazırlayacaq sizinlə. İlk öncə, məsələn üçün, xına kartuşkası şablonu yazırıq. Əslində Pinterestdə türkçə yazmağımız daha yaxşı olar. Baxın, burada da hazır şablonlar mövcuddur. Yəni istədiyiniz hazır şablonu yükləyib üzərinə nələrsə yaza bilərsiniz. Baxın, download edib yaza bilərsiniz. Görürsünüz. Amma məsələn üçün baxın görürsünüz, hazır şablonlardır bunlar. Amma siz deyirsiniz ki, məsələn üçün mən bunun fonunu bəyəndim, hər hansısa birinin fonunu bəyəndim, amma şəklini bəyənmədim. Şəklim başqa olsun istəyirəm. Yəni özümdən nələrsə düzəltmək istəyirəm. Qızların şəkillərini belə deyək, sevdiyiniz bir şəkli götürürsünüz. Məsələn üçün hansını götürək, fərqlilik olsun deyə axtarırıq. Məsələn bu hər yerdə var. Ən çox kartuşkalarda budur. Bu. Görün nə gözəldir. Məsələn bu şəkli götürəcəyik. Belə deyək də şablonları yazırıq. Bir də ki, istədiyiniz tam şəkli almaq üçün, yəni siz çox axtarmalısınız, çox aramalısınız, belə deyim, daha doğrusu. Baxın qızlar, burada görürsünüz, baxın belə şablonlar çıxacaq. Və həmin bu şablonları, istədiyiniz şablonu şəklinizə bir əlavə etmək üçün, məsələn, mən bu şablonu çox bəyəndim. Bu şablonu da çox bəyəndim. Gəlin bu şablonu götürək. Bu şablonu da əlavə etdim qalereyaya. Və bir dənə də, məsələn üçün, ağ fon. Ağ fon götürürəm. Baxın belə, ağappaq bir fon. Bunu da download edirəm, yəni yükləyirəm qalereyaya və çıxıram. Çıxdıqdan sonra, deməli mən yüklədiyim şəkillərə, hansı ki ad günü üçün məsələn üçün yükləmişdim, həmin şəkillərə mən adlar yazmaq istəyirəm. Deməli, girirəm bu proqrama, Fonto proqramına. Fonto proqramında mən həmin şəkillərə adlar yaza bilərəm. Girirəm qalereyaya. Qalereyamda son olaraq bu şəkillərdir. Məsələn, mən buradan istədiyim, məsələn üçün şəklə vurub, burada istədiyim adları, yəni istədiyim bir şey yaza bilərəm. Necə? Çünki burada, baxın, qələm işarəsi var. Məsələn üçün, Məryəm, ad günü, Mübarək. Baxın, belə məsələn üçün yaza bilərəm, düzdür. Mən burada bunun stilini dəyişə bilərəm, yəni rəngin falan, yəni dəyişə bilərəm belə bu cür. Məsələn burada əlləri görürsünüz. Bu əllər biraz yaxşı çıxmayıb, belə deyim. Onu məsələn üçün biz edib tərsinə çevirə bilərik. Necə? Onu da göstərəcəm sizə. Məsələn baxın, M hərfi yazdım. Bir dənə də E hərfi yazıram və bu E hərfini tildi ilə tam olaraq çevirirəm, eləyirəm. Baxın, gördünüz. Yəni burada yazmaq budur. Nəsə yaza bilərsiniz. Font, bunun deməli yazı formasını dəyişə bilərsiniz. Baxın, görün burada nə qədər yazı formaları mövcuddur. Yazı formasını dəyişə bilərsiniz. Buradan da çıxıb stilini dəyişə bilərsiniz, yəni rəngini. Size, yəni onun belə deyək də ölçüsünü dəyişə bilərsiniz. Tildi isə onu məsələn çevirə bilərsiniz. Belə, 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 belə. Ən çox Ə hərfi bəzən görürsünüz ki, yəni problem olur. Belə böyük yazılır, balaca yazılır. Ona görə də yəni elə yazılanda belə çevirib yazmaq olur. E-ni çevirib yazmaq olur. Və burada ən aşağıda, yəni bundan isə belə, yəni bu tərəfə və ya bu tərəfə yuxarıya, yəni belə gətirib tam olaraq, yəni qoya bilərsiniz. Baxın, gördünüz. Məsələn, rında yazıram belə. Niyə belə ayrı-ayrı yazıram? Çünki burada Ə hərfi mənə biraz çətinlik törədir. Baxın qızlar, görürsünüz. Ona görə mən belə ayrı-ayrı yazıram və belə hamısını uğraşdırıram. Tildi ilə yenə bunu belə edirəm. Yenə burada istədiyim ölçüyə uyğunluğa gətirirəm.
Hı -hı. Yine burada yaxınlaşdırıb uzaqlaşdıra bilir. Baxın. Baxın. Belə yazıb. Ümumi var sözünü yazıram. Eki isə ek olaraq, eyni olaraq yazıram ki, əlini sonra mən dilədiyimdə çevirib əyləyəcəm. Baxın, çevirdik. Əl oldu. Məsələn, mən bunun ölçüsünü belə dəyişə bilirəm. 2 olaraq da yazdım. 2-ni da belə. Aha, gördünüz. Və bunu məsələn Məryəm adını mübarək olaraq yazıram və istədiyiniz burada şeir, və sair hər şey yaza bilərsiniz və burada görürsünüz. Bunu vurursunuz və save edirsiniz. İfşo. Bu qədər asandır. Mən bunu nə üçün paylaşıram? Əgər özünüz evdə belə gözəl kartoçkaları öz istədiyiniz dizaynda, istədiyiniz formada özünüz hazırlamaq istəyirsinizsə, bu videoları sizin üçün paylaşıram təbii ki. Həmçinin də bu işə yeni başlamaq istəyənlər olarsa, bu işi sadəcə bir telefonla, sadəcə əlində olan ləvazimatlarla bu işi etmək istəyənlər belə buradan başlaya bilərlər. Yəni sıfır dediyin nöqtə bu nöqtədir. Həmçinin mən özüm də illər əvvəl, 2 il əvvəl YouTube-da bir xanım var idi. Həmin videolar çəkirdi. Adında deyirəm GS Dekor. Kanala daxil olma. Əgər belə videolarla maraqlanırsınızsa, mütləq o kanala da baxmalısınız. Çünki xanım öz bildiyi bu işin bütün dərinliklərini kanalında, yəni qeyd edir videolarında. Hər bir şeyi anladır. Siz də gözəl paylaşımlardan bəhrələnə bilərsiniz. Və indi isə keçid edək. Sıfırdan kartoçkanı necə hazırlayırlar ona. Yəni biz Pinterest'e daxil olduq, şablon şəkilləri götürdük və foto proqramına, daha doğrusu foto proqramına daxil olduq və həmin proqramda adları yazdıq üzərinə. Yazı yazdıq, onu belə deyək də save etdik və onu getdik çıxartdırdıq. Amma mən istəyirəm ki, məsələn, sıfırdan özüm başlayım özüm üçün nəsə etməyə. Onun üçün də bu proqrama daxil olacağıq. Daxil olduqdan sonra bu proqramın adı, onu da qeyd edim ki, Adobe Photo Sketch Base adlanır. Burada Pinterest'dən save etdiyim şəkli, arxa fonunu itirtmək istəyirəm. Bunun üçün nə edirəm? Burada Adobe var. Adobe'ya daxil oluram və arxa fonu belə deyək də yox etməyə çalışıram. Sonra burada Magic var. Magic-lə də kiçik yerləri və manualla ümumiyyətcə silə bilərsiniz. Yəni bu cür silmə işləmini bu proqramla edirəm. Silmə işləmini tamamladıqdan sonra isə bunu yenə save edirəm. Save etdikdən sonra bu qalır həmin proqramın belə deyək də yaddaşında. Yəni bu arxa fonunu kəsdiyim şəkil qalır həmin proqramın yaddaşında və mən bu şəklin arxa fonunu verirəm və əgər digər hansı hissələri əlavə edəcəyəmsə, həmin hissələri də əlavə edirəm. İndi mən burada tezləşdiyim üçün, videonu tez çəkdiyim üçün belə oradan-buradan, yəni belə deyək də çox dərin olmayaraq şəkli qeyd edirəm, yəni kəsirəm qıraqlarını, amma siz əgər bu deməli işə çox zaman sərf edir, bunu da qeyd edim ki, bunun üçün həqiqətən də çox böyük bir zaman sərf etməyiniz lazımdır. Ona görə də yəni siz daha oturaraq, yəni daha həvəslə bu işi edə bilərsiniz. İndi mən videonu tez çəkdiyim üçün, sizin üçün tez bir video hazırladığım üçün, daha da çox vaxtın keçməməsi üçün daha dərinliklərinə getmirəm şəklini. Zaten bunun arxa fonunda ağ olduğu üçün şəklin yəni qıraqlarındakı o qalan ağlar da bilinməyəcək. Yəni belə. Şəkil hazır olduqdan sonra bunu save edirik və qalır həmin proqramın yaddaşında. Və digər hər hansısa bir şəkillərdə. Baxın, burada save edirəm artıq. Birincini basıram və burada artıq save olur. Sonra çıxıram buradan. Birinci şəkli hazırladıq. Yes düyməsinə basırıq. İkinci dəfədə yenə çıxırıq. Buradan çıxmamıza baxmayaraq, həmin kəsdiyimiz şəkil proqramın artıq yaddaşında mövcuddur. Yenə burada cat fotoya giririk. Yəni yenə Pinterest'dən seçdiyimiz həmin o şablonu yenidən hər hansısa baxın burada bu şablonu arxa hissəsini yenə burada dəyişib daxil edəcəyik həmin o deməli fotonun üzərində də bir fotonun arxa planı olaraq bu qalacaq. Burada əslində mən sizə sadəcə göstərmək üçün bunun deməli
silirəm də. Yəni bu hissələrini necə silmək lazımdır. Amma bunun arxa hissəsi, arxa fonu da yəni ağ rəngdə olacağı üçün əslində bunu belə də yapışdırsanız, yəni orada heç bir problem olmayacaq. Çünki bu da ağdır, o da ağdır. Yəni sadəcə üst-üstə gələcək və yəni heç bir problem olmayacaq. Yəni əksinə, yəni daha da bir səliqəli görsənmiş olacaq, belə deyim. Və burada baxın, yenidən şəkil burdadır. İndi isə bunun arxa fonunu istəyirik. Arxa fon olaraq da mən ağ rəngi seçmişəm. Yenə deyirəm, Pinterestə daxil olursunuz. Bu şəkillərin arxa fon olaraq qırmızı rəng, ağ rəng və digər rənglərdə yəni seçə bilərsiniz. Burada da yenə bunu quraşdırıram. Boyunu, hər bir şeyini, rəngini türdləşdirməkdir, açıq etməkdir. Yəni bunların hər birini edə bilirsiniz bu pest foto ilə. Və burada görürsünüz, böyüdürəm biraz və həmin o şəkildə əlavə eləyəcəm bunun üzərinə. Və artıq kartoçkamız hazırdır. Üzərinə də əgər məsələn istəyirsinizsə burada olan yazı formatlarından istifadə edib yazını yaza bilərsiniz və yaxud da bunu daxili yaddaşa daxil edib həmin o yazı yazma proqramınıza da Fontoya da daxil edib, yəni orada da yazı üzərinə yaza bilərsiniz. Mən adətən Fonto da yazıram, çünki orada yazı formaları daha gözəl və daha qəşəngdir. Baxın, burada qızın da paltarının rəngini, yəni bu kəsdiyimiz şəkildə burada yəni fərqli edə bilirsiniz. Yenə deyirəm, bu sadəcə şablon bir şəkil idi, əlimə keçən bir şey idi. Sadəcə daxil etdim, düzəltdim sizin üçün ki, yəni siz biləsiniz ki, nəyi necə edirlər. Burada yenə tekst yazısına girib, yəni istənilən yazının yazı burada daxil edə bilirsiniz. Rənglər və s. də burada hazır olaraq sizə göstərirəm ki, burada yəni bu rənglər də mövcuddur. Yenə deyirəm, burada yazı forması o qədər də çox deyil. Yəni sadəcə olaraq belə deyim də, bu yəni 1-2 dənə yazı forması var və həmçinin sadəcə belə xına kartoçkaları, toy kartoçkaları, yəni sadəcə paylama şokolad kartoçkalarını deyil, digər şeyləri də burada hazırlaya bilərsiniz. Logodur, əgər biznesinizi qurmaq istəyirsinizsə onun logosunu, dəvətnaməsini və s. hər bir şeyi yəni hazırlaya bilərsiniz. Çox gözəl proqramlardır. Artıq şəkli save etdik. Save etdikdən sonra giririk Fonto proqramına. Baxın, digər kartoçkamız da burada daxil edilir və bunu biz ləğv edirik, discard edirik. Discard ləğv etmək deməkdir və yenidən qaleriyadan şəkil seçirik. Yəni həmin hazırladığımız şəkil ki var idi, biz onu verdik yaddaşa. Xına kartoçkasını biz hazırlamışdıq şablon kimi və həmin biz şablonu və artıq save etdiyimiz şəkli, yəni dizaynı bizə məxsus olan bu şəkli artıq biz üzərinə Fonto proqramı ilə yazını daxil edə bilərik. İstədiyiniz yazını yaza bilərsiniz. Məsələn, Aygün Henna Parti yaza bilərsiniz. Məsələn, Aygün Xına Mübarək. Yəni istənilən ad, mən burada indi şablon olaraq Aygün adı götürmüşəm. Amma siz şablon olaraq hər hansısa bir adı götürüb həmin yazını biledəkdə yaza bilərsiniz. Yəni istədiyiniz yazı yaza bilərsiniz üzərində. Burada da görürsünüz ki, çaplı versiyada çıxıb, amma bu əni yenə deyirəm olaraq yazıb tild ilə belə deyək də əks istiqamətə gətirə bilərsiniz. Yenə bunu məsələn belə yazdıqdan sonra, yəni yazı formatı xoşunuza gəldikdən sonra save edirsiniz və artıq sizin yəni çıxartmağa, selkopiya yerinə gedirsiniz, çıxardırsınız. Belə əziz və dəyərli izləyicilər, məni bura qədər izlədiyiniz üçün hər birinizə dərin təşəkkür edirəm. İnşallah ki, video sizin üçün də maraqlı və maarifləndirici olmuşdur. İnşallah ki, bu videodan sonra sizlər də telefonunuzda belə kartoçkalar hazırlaya bilərsiniz. Həmçinin başqa istədiyiniz videolar varsa, hansı formatlarda nələr hazırlamaq, videonun şərh bölməsində qeyd etməyinizi hər birinizdən xahiş eləyəcəm. Hər birinizin suallarını cavablandırmağa hazıram. Belə gələn videolarda görüşmək üzrə. Kanala abunə olmağı unutmursunuz. Hələlik. Sağ olun, salamat qalın.